Salam uşaqlar, bugün keçəcəyimiz mövzu xəritələr mövzusunun davamıdır. Xəritələrdə təsvir üsullarıdır. Görək xəritələrdə hansı təsvir üsulları var, yəni xəritələr hansı təsvir üsulları vasitəsilə əks olunur. Deməli, təsvir üsulları bir neçə qrupa bölünür. Bunlar keyfiyyət fonu üsulu, hərəkət xətləri üsuludur. Sonra izoxətlər üsuludur, areal üsulu var, nöqtələr üsulu var. Burada hamısını göstərirəm. Gördüyünüz kimi, indi bunlar haqqında da bir-bir məlumatlar əldə edəcəyik. Görək keyfiyyət fonu üsulu nədir uşaqlar? Keyfiyyət fonu üsulu dedikdə, burada ərazi hər hansı bir keyfiyyət xüsusiyyətinə görə, keyfiyyət əlamətinə görə fərqləndirilir. Bir rəngin tonlarından istifadə olunur, çalarlarından istifadə olunur. Məsəl üçün götürək yağıntıların paylanması üsulunu. Məsəl üçün, Naxçıvan ərazisində yağıntıların paylanması üsuluna fikir versəniz, ən az yağıntının miqdarı açıq yaşıldadır. Ondan sonra gələn yağıntının miqdarı artdıqca həmin o rəng tonu da tündləşməyə başlayıbdır. Gördüyünüz kimi, ən aşağı hissələr. Bax, burada göstərirəm mən, fikir verirsiniz bax bu hissəyə. Bax, gördüyümüz bu hissə, bir dəqiqə gözləyim, mən bunun rəng tonunu seçərdim. Görüm seçə biləcəyim. Aha. Deməli, burada gördüyümüz kimi, xət çəkdiyimiz hissəyə fikir versək, bax, bu hissədə yağıntının miqdarı 200-400-dür. Orta hissəni görürük. Orta hissədə isə yağıntının miqdarı 400-600-dür. Və yuxarı hansı ki, Zəngəzur Dərəliyə tərəflərdə yağıntının miqdarı 600-1000 metrə qədər olubdur. Gördüyünüz kimi, bir rəngin çalarlarından istifadə olunur. Və yaxud da ki, deyək ki, buna fiziki xəritələrdə ovalıqlarda, yüksəkliklərdə yaylaların təsvir olunması. Və gördüyünüz kimi, bu hissədə bizə Quba-Qusar zonasının fiziki coğrafi xəritəsi verilibdir. Bura nəzər yetirsək, görəcəyik ki, bu Xəzər dənizi sahil boyu ərazilərdə ovalıqlar yayılıb ki, hansı ki, onların hündürlüyü 0 metrdən aşağı və 200 metrə qədər olan ərazilərdir. Belə desək, 0 metrə qədər olan ərazilərdir, hansı ki, xət çəkdiyim yerlər. Yəni, Xəzər dənizi bildiyimiz kimi, dünya okean səviyyəsindən çox aşağı olduğuna görə, -26-27 metr aşağı olduğuna görə biz həmin əraziləri, deməli, okean səviyyəsinin aşağıda olan ərazi kimi götürəcəyik. Sonra isə tədricən biz yuxarıya doğru qalxırıq, Qusar maili düzənliyi tərəfə. Gördüyünüz kimi, bax, həmin əraziyə doğru, mən hündürlüyə doğru qalxdıqca, Xəzər dənizi sahilindən, hansı ki, bazar düzü, bax, bu hissələrə qalxana qədər mən burada müxtəlif rəng tonlarının çalarlarını görürəm. Yəni, yaşıl rəngdən başlayır, tünd qəhvəyi rəngə qədər gedir. Bu nə deməkdir? Yaşıl ton burada hündürlüyü, yəni mütləq hündürlüyü ən az olan, yəni dərin olan ərazilərdir ki, yaşıl tonla təsvir olunubdur. Hündürlüyə doğru qalxdıqca isə yaşıl tonun digər açıq yaşıl tonla əvəz olunması özünü göstərir burada. Və daha da hündürlüyü artdıqca həmin yaşıl tonlar isə qəhvəyi tonlarla əvəz olunur. Və ərazidə əgər tünd yaşıl rəng təsvir olunursa, bu düzənliyi göstərilir. Qəhvəyi rəng təsvir olunursa, bu dağlıq əraziləri, hündür əraziləri göstərir. Və əgər tünd yaşıl rəngsə, həmin düzənliyi, hündürlüyü çox aşağıdır, mütləq hündürlüyü çox aşağıdır. Yox, tünd qəhvəyi rəngsə, deməli, həmin ərazinin mütləq hündürlüyü çox yüksəkdir. Bu belə. Keçdik digərə hərəkət xətləri üsuluna. Hərəkət xətləri üsulu dedikdə isə, deməli, bu yer səthində olan obyektlərin hərəkət istiqamətini göstərir. Məsəl üçün, xəritələrdə mən sizə həmişə xəritəni göstərəndə deyirsiniz ki, o qırmızı xət nədir, o göy xət nədir? Bax, onlar cərəyanlardır. Cərəyanların, görürsünüz, oxla göstərir. Uç hissəsində bir ox işarəsi olur ki, o da onun istiqamətini göstərir. Yəni, şimala hərəkət edən, cənuba hərəkət edən cərəyanlar var. Eyni də çayların axım istiqamətini deyə bilərik. Navigatorlarda o dənizdə gəmilərin hərəkətidir, təyyarələrdir, magistral avtomobil yollarıdır, qatarların hərəkət istiqaməti. Bunlar hamısı hərəkət xətləri üsulu ilə təsvir olunur. Burada da gördüyünüz kimi cərəyan sistemlərini göstəribdir bizə. Növbəti izoxətlər üsuludur. İzoxətlər üsulu da xəritədə hər hansı bir hadisə olsun, proses olsun ki, bu proses və hadisələrin səviyyəsini müəyyən eləyir. Yəni ki, bir ərazidə
belə bir ərazi deməyək, bir çox ərazidə eyni hadisə, eyni dərəcədə baş veribsə, biz bunu izoxəttlər üsulu ilə təsvir edirik. Məsəl üçün götürək nümunə kimi yanğının miqdarı. Tutaq ki, Kürdəmir rayonunda da yağıntının miqdarı eynidir. Abşeron rayonunda da yağıntının miqdarı eynidir. Və bu və yaxud da ki, götürək Ağdaş rayonunda bu üçündə də yağıntının miqdarı eynidir. Və yağıntının miqdarı əgər eynidirsə, mən onları nöqtələr şəklində birləşdirəcəm. Bax, burada mən bunu göstərim. Bir dəqiqə gözləyək. Bax, məsəl üçün göstərirəm. Ağdaş rayonunu yazıram. Ağdaş. Tutaq ki, yağıntının miqdarını yazdım. 200 milli. 200 milli. Kürdəmiri yazıram. Kürdəmiri yazıram. Buna da 200 milli yazıram. Sonra haranı dedik? Abşeronu da yazaq. Abşeronu da yazsaq buradan. Buna da 200 milli dedim. Və yaxud da buradan İmişlini yazıram. Burada da yağıntının miqdarı 200 milli deyək. Bax, bunları nöqtələr şəklində birləşdirirəm. Yağıntının miqdarı eyni olan əraziləri nöqtələrlə qeyd edirəm. Bax, bu qaydada. Sonra götürürəm, bu nöqtələri birləşdirirəm. Baxın, birləşdirdim. Bax, bu, gördüyünüz kimi, bu bizdə alınan xətlər izoqeyd xətlərdir. Bax, mən burada müəyyən qədər şəkil tam yaxşı düşməyə bilər. Nəsə, mən bunu çəkirəm, amma yenə də alındıra bilmirəm. Bir daha. Neyse, müəyyən qədər gördüyünüz kimi o xətləri o nöqtələri mən birləşdirdim və orada bir səlis əyri xətlər aldım. Eyni yağıntını birləşdirən səlis əyri xətlərə deməli izoqeydlər deyilir. Və yaxud da ki, mən bunu izoterm də deyə bilərəm. Yəni, eyni temperatura malik nöqtələri birləşdirən xətlər izotermlər adlanır. Bunu mən dərinliklə də deyə bilərəm, izobatla. Mən bunu təzyiqlə də deyə bilərəm, izobarla və s. Bu da olur izoxətlər üsulu. Bir dənə bunu silək tez. Sonra keçək növbəti areal xətti üsuluna, daha doğrusu üsuluna. Areal üsulu da dedikdə xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı ərazilər təsvir olunur. Və məsəl üçün deyirik ki, Azərbaycanda neft-qaz ehtiyatı. Azərbaycanda neft-qaz ehtiyatı hansı ərazidə ən çox yayılıbdır? Əlbəttə ki, Xəzərin şelfində daha çox yayılıbdır. Və yaxud da deyirəm, Azərbaycanda filiz mənşəli faydalı qazıntılar. Bu ən çox harada yayılıbdır? Qarabağ vulkanik yaylası tərəfdə, yəni Kiçik Qafqaz zonasında daha çox yayılıbdır. Bax, gördüyünüz kimi, həmin ərazidə obyektin və yaxud hadisənin yayıldığı ərazinin sahəsini göstərirsə, bu areal üsulu ilə təsvir olunur və arealları da təsvir etmək üçün əvvəlcə xəritədə konturlar çəkilir. Bunu mütləq bilməliyik ki, əvvəlcə xəritədə kontur çəkilir, sonra isə göstərilən elementlərin yayılma arealı, yəni yayılma sahəsi rənglənir və müxtəlif şərti işarələr vasitəsilə də göstərilir. Bu da oldu areal üsulu. Növbəti, bax, burada areal üsulunu təsvir edibdir. Buna nəzər yetirə bilərsiniz. Qrupa da göndərəcəm. Nöqtələr üsulu. Nöqtələr üsulu demək olar ki, bəzən uşaqlar bunu areal üsulu ilə oxşadırlar, amma əsasən eyni deyil. Düzdür, oxşarlığı var, amma çox daha deyə bilmərik ki, eyni şeydir. Xeyr, areal üsulunda əgər ərazidə təsvir obyektin ərazidə təsvirinin sahəsini müəyyən eləyirdisə, nöqtələr üsulunda isə həm yayıldığı ərazini, həm də onun kəmiyyətini, sayını müəyyən eləyir. Və gördüyünüz kimi, burada belə bir sxema verilibdir bizə. Sxem verilibdir ki, hansı ki, burada kənd ərazisinin yerləşməsini göstərir nöqtələr üsulu vasitəsilə və bir nöqtənin sayı 100 nəfərə bərabərdir. Məsəl üçün, sən Günəşli kəndində bir nöqtənin 100 nəfər olduğunu bilirsən, orada 12 nöqtənin 1200 nəfər olduğunu müəyyən eləyə biləcəksən. Gördüyün kimi, Günəşli kəndində nə qədər əhali yayıldığını və onun sayının, kəmiyyətinin sən müəyyən eləyə bilirsən. Bunu digər obyektlərlə də, əlamətlərlə də, proseslərlə də müəyyən eləmək olur ki, buna biz nöqtələr üsulu ilə təsvir vasitəsi deyəcəyik.